əlilliyim anadan gəlmədi. Həkimlərin qoyduğu diaqnoz isə uşaq cerebral-ifrizdir. Düzdür, uşaq vaxtı bunu başa düşmürsən, anlamırsan, amma zaman keçdikcə sən bunun fərqinə varırsan və anlayırsan ki, bu sənin həyat tərzindir. İbtidai təhsili evdə almışam. 4-cü sinifə qədər müəllim evə gəlirdi. 4-cü sinifdən sonra artıq mən valideynlərimə, əsasən də anama yaxınlaşıb dedim ki, bəs mən də hamı kimi məktəbə getmək istəyirəm. Və anam bunu normal qarşıladı. Evimizin yanında məktəb var idi, 64 nömrəli məktəb və anam gedib o məktəbin direktoru ilə danışanda artıq direktor anama bir kəlmə cavab verdi ki, əgər uşaqlarla problem yaşamayacaqsa gəlib oxusun. Müəllim dedi, Orxan çıx lövhəyə, dərsi danış. Sinif nümayəndəsi bilir əlilliyim var və müəllimə yaxınlaşıb xahiş edir ki, Orxan olar yerindən danışsın. Müəllim dedi ki, Orxan kimdən artıqdır ki, yəni çıxsın hamı kimi lövhədə danışsın. Təbii ki, müəllimin xəbəri yoxdur bu əlillikdən və mən də artıq lövhəyə çıxanda müəllim mənim əlilliyimi gördü və müəllim bunu mənə biruzə vermədi ki, yəni hiss elətdirmədi. Mən çıxdım lövhədə dərsimi danışandan sonra gəldim, oturdum, 5 qiymətini aldım və bundan sonra artıq müəllim növbəti dərslərdə mənə icazə verirdi, mən artıq yerimdən dərsi danışırdım. Bu da artıq inklüziv təhsilin bir yeni metodunun yaranmasına gətirib çıxartmışdı. Yəni bu hadisələri mən artıq o vaxtdan yaşamışam. İkinci qrupa imtahan verdim və təbii ki, bal yığa bilmədim, kəsildim. Buna üzülmədim həqiqətən də, yəni çünki insan istəmədiyi bir sahəyə yönələndə, kəsiləndə daha çox sevinir, nəinki üzülmək. Bu günə qədər bir çox belə deyək, redaksiyalarda, televiziyalarda çalışmışam. Hazırda Əngəlsiz adlı rubrikada biz ölkəmizdə yaşayan bir çox əlilliyi olan şəxslərin artıq bu hekayəni çəkib nümayiş etdirmişik. Digər tərəfdən isə mən belə deyək, həvəskar olsa da Əsər Teatrında fəaliyyət göstərəm. Əsər Teatrında 2018-ci ildən fəaliyyətim var və bir çox tamaşalarda səhnə almışam. İstər yerli, istər xarici əsərlərdə. Teatra təzə gələndə, məşqlərə başlayanda bizim teatrın rəhbəri Nihat Qulamzadənin bir maraqlı sözü hər zaman mənim diqqətimdədir və bunu mən həmişə qeyd edirəm. O bir kəlmə, bir söz demişdir ki, mən istəmirəm sizi səhnədə əlil kimi görsünlər. Sizi səhnədə tamaşaçı bir aktyor kimi görməlidir. Həqiqətən də bu belə tək səhnədə yox. Mən istəyərdim ki, bizim bir çox əlilliyi olan şəxslərimiz özlərini əlil kimi təqdim etməsinlər. Yəni cəmiyyətimizin bir parçası kimi təqdim etsinlər. Bu da yəni öz üzərimizdə düşür, müxtəlif əlilliyi olan şəxslərin üzərinə düşür ki, yəni bunu öhdəsindən gələk və özümüzü cəmiyyətin bir parçası kimi təqdim edək. Əsas mesajım isə mənim bizim deyək ki, ən yaralı yer olan valideynlərədir. Çünki biz bilirik ki, cəmiyyətimizdə bir çox valideynlər əlilliyi olan şəxsləri, uşaqlar, övladlarını gizlədirlər, cəmiyyətdən kənar qoyurlar. Yəni buna son qoymaq lazımdır həqiqətən də. Çünki hər bir övlad, hər bir insan gələcək üçün bir nümunədir və belə deyək də, mən və mənim kimi əlilliyi olan şəxslərin timsalında biz bunu sübut etmişik ki, hər bir şəxs istənilən uğura nail ola bilər. Yetər ki, onların istedadını boğmasınlar və ailələrə əsas mesajım budur ki, övladlarını cəmiyyətdən kənar qoymasınlar.